Biz arzularımızda belə, istəklərimizdə belə özümüzü yox, birinci cəmaatı düşünürük. Ona görə bizim əksər istəklərimiz və arzularımız həyata keçmir və yaxud da ki, gec həyata keçir. Cəmaat nə deyər? Bu insan üçün ən böyük buxovlardan biridir. Qadının övladı olandan sonra xüsusilə onda bir analıq duyğusu vardı ya, o yenə də özündən daha çox övladını düşünür və yenə də dözməyə məcbur olur. Qarşı tərəf belə də olmalıymış kimi başa düşür. Öz ailəsindən nümunə götürür axı. Atası zülm verib, anası dözüb. Halbuki soruşsan o vaxtı o anasının hərəkətini qəbul etməz. Deyər ki, mən anam kimi qadın istəmirəm və nəticədə gedər anası kimi qadından evlənər. Qadın nə edir? O da ailəsində görür ki, anası dözür, vaxtında atası xəyanət edib, o dözüb. Amma deyir, mən anam kimi heç vaxt olmayacağam. Amma gəlir anasının taleyini yaşaya bilir. Bilirsiniz niyə? Çünki anasını da qınayıb. İnsan qınadığı hər şeyi yaşaya bilir bir yerdə.